Cənab generallar, cənab zabitlər, çavuşlar və əsgərlər. Novruz bayramına həsr olunmuş tədbiri açıq elan edirəm. Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Bayram ərəfəsində sizi salamlamaktan məmnunluq hissi duyuram. Müzəffər Ali Başkomandanımız Cənab İlham Əliyev başda olmaqla biz hamımız, bütün Azərbaycan xalqı, Azərbaycan Silahlı Qüvvələrindən qürur duyur. Bayramınız mübarək, əziz hərbiçilər. Diqqətinizə görə çox. Hörmətli və əziz hərbiçilər, qarşıdan gələn Novruz bayramı münasibətilə sizin hər birinizi, qazilərimizi, eləcə də doğmalarınızı öz adımdan və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Əltif olunan şəxsiyyətlər. Bayram Elçin Cəmiloğlu. Cənab Başçı, Gizir bayramı tərtib olması təqdim olurum. Sağ ol. Boş günlerimiz bol olsun. Azerbaycanımız var olsun. Başta da prezidentimize teşekkür edeyim. Bak bu güzelliği, bu güzel hoş güzaranı halkımıza bəxş edin. Çok teşekkür ederim.